Siz inanırsınız ki, bir adam avtomobili nəyə görə aldığını bilmir. Və mənə bilirsiniz nə yazır? Allah bəlasını versin bu maşını düzəldənin. Allah bəlasını versin bu ustanın. Bəs səncə Allah sənin bəlanı verməyəcəkmi? Bunu sizə heç kəs deməyib indiyənə qədər. Amma cənab nazir bunu sizə deyəndə siz belə qəribə hərəkət deməli, siz həqiqəti eşitmək istəmirsiniz. Və ən dəhşətlisi nədir? Bu, Azərbaycanda inanılmaz bir faktı ortalığa qoydu. Deyir ki, yalandan universitetə qəbul olmaq yarışı gedir. Bu elitar, dırnaq arası elitar yarış gedir deyir burada. Və sonra nə baş verir? Taksi şoförü deyir ki, mən magistratura qurtarmışam. Belə dövlət olar, mən taksi sürürəm. Dostlar, bu videonu ona görə çəkirəm ki, çox xoşuma gələn bir hadisə baş verdi. Təhsil nazirimiz Emin Əmrullayev gözəl bir çıxış elədi və inanılmaz bir çıxış elədi. Yəni indi mənim sözüm nə qədər keçərlidir bir vətəndaş olaraq onu deyə bilmərəm. Mən deyə bilərəm ki, Azərbaycan tarixinin, yəni ən azından 90-cı ildən bu tərəfə deyirəm, mən çünki o biriləri görməmişəm. 90-cı ildən bu tərəfə mən tələbə olmuşam, məktəbdə oxumuşam, şagird olmuşam. Mənim uşaqlarım oxuyub, mənim ətrafımdakılar oxuyub, mənim qohum-əqrəbələrim oxuyub. Yəni təqribən 40 illik bir dönəmdə istər bağçadan tutmuş universitetə qədər, akademik səviyyəyə qədər mən Azərbaycan təhsil ocaqlarındakı vəziyyəti şahid olmuşam, belə deyim. Özüm də müxtəlif yerlərdə təhsil almışam. Amma mən indiyənə qədər Əmrullayev qədər gözəl, öz qurumunun vəziyyətini mükəmməl statistik olaraq bildirən, hər şeyi hesabata tökən, vəziyyəti səmimi olaraq cəmiyyətlə paylaşan və öz fikrini bildirən, yenə də cəmiyyəti özünə kömək üçün çağıran belə bir təhsil naziri görməmişəm. Kim nə deyir desin, həddindən artıq Əmrullayevi internetdə, sosial şəbəkələrdə pisləyirlər. Danışır adam, sözünün qabağını kəsirlər, arxasını kəsirlər, ortaqda bir sözünü götürürlər və onu tirajlayırlar. Nəticə etibarilə o elə görsənir ki, o sanki pis adamdır. Amma yenə də deyirəm, inanılmaz bir nəticələr ortalığa qoydu. Nəyə görə bunu belə deyirəm və mən bunu nəqliyyatla bağlayacağam. Çünki mənim gücüm çatmayan, mən 10 il bundan qabaq Təhsil Nazirliyində bu məsələni qaldırmışdım. Müxtəlif adamlarla da görüşmüşdüm. Çünki bəzi proyektlər var idi təhsillə bağlı. Onun bütün dediklərini mən 10 il qabaq deyirdim, amma heç kəs mənə fikir vermirdi və mən bunu heç vaxt videolarımda dilə gətirmək istəməmişəm. Səbəbi ondan ibarətdir ki, mən bunu videolarımda dilə gətirsəm, mənə deyirsiniz ki, sən kimsən bu haqda danışsan? İndi ki sizi bu qurumun, bu dövlətin bir naziri, bir adamı belə gözəl şərh edir. İndi mən istəyirəm ki, təhsilin vəziyyətini, Əmrullayevi özümə fundament olaraq, bir indikator olaraq götürüm və onu nəqliyyata yönləndirim və eyni zamanda onu iqtisadiyyata yönləndirim. Görün ki, siz Azərbaycanda nə edirsiniz? Deməli, nə deyir cənab nazir? Deyir ki, Azərbaycanda təhsilin mahiyyəti şagirddir. Təhsilin obyekti şagirddir. Görün kişi nə qədər pis vəziyyətə düşüb ki, bu boyda cəmiyyətə, bu boyda millətə deyir ki, bizim üçün vacib olan şagirddir. Niyə bilirsiniz? Çünki bu imtahanlar keçirdir müəllimlərə və müəllimlər nəticələri düzgün olmur deyə bütün müəllim, müəllimin qohumu, müəllimin ailəsində kim varsa bu kişiyə düşməndir. Bu məcbur qalıb ki, mahiyyəti xalqa izah eləsin ki, ay cəmaət, mahiyyət uşaq imiş, sən demə şagird imiş. İkinci nə deyir? Deyir ki, məktəblərdəki təhsil, tədris planı yarışdır. Dırnaq arası elitar yarış. Deyir ki, bizim millətimiz hamısı istəyir ki, universitetə girsin. Amma deyir, bu olmaz deyir. Hamı universitetə girə bilməz. Amma deyir ki, bütün valideynlər istəyir ki, onun uşağı universitetə girsin. Bir acgözlük var. Bu universitet acgözlüyü var. O bunu belə çox səliqəli deyir. Mən buna görməmişlik deyirəm. Mən buna şəxsən özüm görməmişlik deyirəm ki, universitet görməmişliyi var. Və deyir ki, öz videosunda deyir ki, mən bunu deyir düzgün saymıram. Amma cəmiyyət bunu istəyir deyə biz ona bunu verəcəyik. Gör, yəni baxın, düşünə bilirsiniz, bax pisləyirsiniz adamı. Bax, bəzən siz maşını da belə pisləyirsiniz. Bəzən siz Azərbaycanın nəqliyyatını da belə pisləyirsiniz. Yolları da belə pisləyirsiniz. Nə bilim, infrastrukturu da belə pisləyirsiniz. Konkret olaraq nəyi pisdir demirsiniz. Bax, bu da onu deyir. Bu deyir ki, bizim əla yerlərimiz də var, pis yerlərimiz də var. Ay cəmiyyət, ay xalq, ay millət, səhv edirsiniz. Amma mən nazir olaraq sizə kömək edəcəm. Əgər deyir, xalq millət universiteti istəyirsə, mən sizə universiteti verəcəm. Gedin girin universitetə. Sonra nə deyir? Doktorantura ilə bağlı bir misal gətir. Dedi ki, Azərbaycanda indiyənə qədər doktorantura nəticəsiz olub. Yəni, elmi tədqiqatlarımız, elmi işçilərimiz nəticəsiz olub. Bunu təhsil naziri deyir. Allah ondan razı olsun. İlk dəfə, yenə də deyirəm, bir qurum rəhbəri konkret problemi deyir və deyir ki, biz bunu düzəldə bilərik, gəlin bunu düzəldək. Deyir ki, doktoranturanı bitirən insan araşdırıcı sual verə bilmir, elmi tədqiqat apara bilmir.
və nəticəsi sıfırdır. Və bu gün nə deyir? Deyir ki, doktoranturanı belə eləyəcəyik biz. Əvvəli və axırı olan bir elmi araşdırma konstruksiyası. İndi baxın, yenə də deyirəm, sağ olsun cənab nazir, var olsun. Və yenə də deyirəm, bəlkə də siz onu bir neçə ildən sonra anlayacaqsınız ki, bu nə deyir. Baxın, şagirdi deyir, müəllimi deyir, mahiyyətini deyir, onu necə təmizlədiyini deyir, nə qədər yaxşı müəllimimiz var, nə qədər pis müəllimimiz var deyir. Bu məktəbdir, düzdür? Sonra gəlir davam universitetdə. Universitetdə əgər bizim 30 il doktorantlarımız doğrudan da biabırçı halda olubsa, bu da deyir, gəlin doktoranturamızı düzəldək ki, buradakı tələbələr, burada şagirddir, burada tələbədir, onlar düzəlsin. Və deyir, ondan sonra biz Azərbaycan təhsil sisteminin inkişafından danışa bilərik. Siz düşünə bilirsiniz, bu nə deməkdir? Bu intervyu Azərbaycanda bir etalon olaraq götürülüb, bütün sahələrə, o cümlədən verilməlidir nəqliyyata da. İndi baxın, nəqliyyatın subyekti nədir? Maşın, avtobus, nə bilim, yük maşını. Düzdür? Yol, infrastruktur. Bilirikmi onu? Tanıyırıqmı onu? Yox. Bununla məşğul olan qurumlar bunu tanıyırmı? Yəni, bu nəqliyyat vasitəsini o nətər ki, şagirdi identifikasiya elədi, doktoranturanı identifikasiya elədi, nətər ki, müəllimləri identifikasiya elədi, bunları imtahandan keçirtdi və nəticəni bizə rəqəmsal olaraq dedi. Bəs nəqliyyatda biz bunu eləyə bilirikmi? Biz deyə bilirikmi ki, başının problemi nədir? Biz deyə bilirikmi sürücünün problemi nədir? Biz deyə bilirikmi servisin problemi nədir? İllik bizim nəqliyyat xərcimiz nədir? Biz nə qədər ziyan çəkirik? Biz deyə bilirikmi ki, biz o taksi şoförü yazığın başına nə qədər oyunlar gətirmişik. Biz deyə bilirikmi ki, avtobus sisteminin başına nə qədər oyunlar gətirmişik. Biz bunu rəqəmə töküb statistiksal olaraq, nətər ki, cənab nazir eləyir təhsildə, eləyə bilirikmi? Biz bunu kənd təsərrüfatında eləyə bilirikmi? Biz bunu iqtisadi inkişafda eləyə bilirikmi? Biz bunu digər qurumlarda eləyə bilirikmi ki, ay cəmaət, məsəl üçün, kənd təsərrüfatı naziri çıxıb desin ki, hesaplamışam, vurmuşam, çıxmışam, keçən ildən bu ilə bizim bu qədər heyvanımız azalıb. Səbəbi budur, səbəbi bizik, səbəbi maliyyədir, səbəbi kətçidir, səbəbi torpaqdır, səbəbi yemdir və ya səbəbi başqa şeydir. Amma indi gəlin ay cəmiyyət, ay torpaq sahibləri, ay fermə sahibləri və yaxud da ki, kəndçilərimiz, xalqım mənim, gəlin bunu düzəldək deyə bilirikmi? Deyibmi? Kimsə eşitmisinizmi? Bunu sizə heç kəs deməyib indiyənə qədər. Amma cənab nazir bunu sizə deyəndə siz belə qəribə hərəkət. Deməli, siz həqiqəti eşitmək istəmirsiniz. Və ən dəhşətlisi nədir? Bu, Azərbaycanda inanılmaz bir faktı ortalığa qoydu. Deyir ki, yalandan universitetə qəbul olmaq yarışı gedir. Bu elitar, dırnaqarası elitar yarış gedir, deyir burada. Və sonra nə baş verir? Taksi şoförü deyir ki, mən magistratura qurtarmışam. Belə dövlət olar, mən taksi sürürəm. Fəhlə deyir ki, mənim 2 dənə diplomum var. Deməli, cənab nazir bütün şeylərin nəticəsini bizə deyir. Deməli, səhv seçim imiş. Deməli, əvvəlindən axıra qədər olan o proses ki var, biz onu düzgün yerinə yetirməmişik. Nə yadıma düşdü? Bir dənə bir şair var idi, deyir ki, gərəksiz oluruq biz, səhv düşəndə yerimiz. Deməli, bir uşaq düşünün. Atılır, heç bir bilgisi olmadan ən aşağı balla bəxtəbəxt gedir, universitetə girir. Sonra da gəlir nəqliyyatda müxtəlif vəzifələr daşıyır. Və sonra siz deyirsiniz ki, bizim nəqliyyatımız əyri gedir. Bu uşaq gedir iqtisadiyyatda müxtəlif vəzifə. Azərbaycanda damsı, qıraqdan biz uşaq gətirmirik ki. Gedir iqtisadiyyatda müxtəlif vəzifələr daşıyır. Sonra gedir dövlət yol polisində müxtəlif vəzifələr daşıyır. Sonra gedir kənd təsərrüfatı nazirliyində müxtəlif vəzifələr daşıyır. Və biz nə edirik? Biz özümüz gözümüz görə-görə əvvəllə axırı, əvvəldə bizik, axırı da bizik. Əvvəlin düşünmürük, axırı səhv gələcək. Bu bəlkə də nətər deyim sizə, bəlkə də çoxlarınızın xoşuna gəlməyəcək mənim bu cür danışığım. Çoxlarınız bunu qınayacaqsınız, amma sizdən çox xahiş edirəm. Azərbaycanın inkişafı, Azərbaycanın gələcəyi sizdən asılıdır. Sizin kimi insanlardan asılıdır. Valideynsizsə sizin uşağınızdan asılıdır. Uşaq sahibi deyilsinizsə sizdən asılıdır. Və sizin əvvəlin və axırın seçməyindən asılıdır. Artıq bir neçə ildir ki, aktiv video çəkirəm. Minlərlə mesaj almışam. Siz inanırsınız ki, bir adam avtomobili nəyə görə aldığını bilmir. Əvvəlin bilmir, axırda ziyan çəkir. Əvvəlin bilmir, axırda zülmə düşür. Və mənə bilirsiniz nə yazır? Allah bəlasını versin bu maşını düzəldənin. Allah bəlasını versin bu ustanın. Allah bəlasını versin bu mənə satanın. Bəs səncə Allah sənin bəlanı verməyəcəkmi? Yəni, əvvəlin axırını düşünməyən. Dinimizdə də bu yazılır. Deyir ki, sənin axirətin var, o axır var, o axirət oradan gəlir, o söz oradan gəlir. Deyir, sənin axirətin var, axirətini düşünmürsənmi? Allah da deyir, yəni o boyda Allah bəndəsinə deyir ki, axirəti düşünmürsənmi? Düşünə bilirsiniz? Bəndə düşünürmü? Düşünsəydi cəhənnəm olmaz, deməli, bəndə düşünmür. Düzdür? Bax, o naziri pisləməkdənsə, siz bunu düşünməkdən ötürü nə edirsiniz? Siz bunu düşünməkdən ötürü
əvvəlin axırını gətirə biləcək bir işlə məşğul ola bilmirsinizmi? Cəmiyyətə hər hansı bir yardım edə bilmirsinizmi? Nəqliyyat vasitəsi sürürsüz. Nəqliyyat vasitəsinin seçimində, istifadəsində, istənilən o nəqliyyatla bağlı qurumda bir damla yardımcı ola bilmirsinizmi? Əminəm ki, yox. Xahiş edirəm, çox xahiş edirəm ki, bu sualı özünüzə verin və yenə də deyirəm, buradan cənab nazirə çox-çox təşəkkür edirəm. Bu ölkənin gəlmiş keçmiş ən gözəl intervyusunu verdi bir nazir kimi və xalqı o özü arada bir deyir ki, səmimi demək gərəkirsə, səmimi deyim, belə sözlər deyir və deyir ki, tez-tez deyir ki, axı bu çətin deyil, bunu sadə riyaziyyatdır. Azacıq deyir, riyaziyyat bilən bunu hesablaya bilər. Adam dili ilə yardım istəyir. Deyir ki, o ağlı olan, ağlı başında olan adamlar hesablayın və nəticəyə gəlin. Bu qədər dostlar, bəlkə də videom uzun oldu, bilmirəm bu sizə nə qədər köməklik göstərə bilər, amma hər şeyin bir əvvəli var, bir axırı var. Nəqliyyatın da, təhsilin də, iqtisadiyyatın da, bizim də. Çox xahiş edirəm buna çox diqqətlə davranın ki, çünki biz bir-birimizə təsir edirik, bərabər yaşayırıq və bizim ölkəmiz bir dənədir, o da Azərbaycandır. Hər addımda, hər mənada gərək bir-birimizə dəstək olaq. Sağ olun.